Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. İşlənmiş hibrid avtomobillərin qiymətində kəskin artım müşahidə olunur. Xəbər verilir ki, avtomobil elanları saytında əvvəllər 7-8 min manat arası təklif olunan Yaponiya istehsalı köhnə avtomobillər indi 12 mindən baha təklif edilir. Avtomobil dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev deyir ki, sözügedən avtomobillərdə müşahidə olunan qiymət artımına səbəb yeni ekoloji təmiz avtomobillərə tətbiq olunan bir sıra güzəştlərin ləğv olunmasıdır. Eyyub Əliyev hesab edir ki, ötən il bu avtomobillərin qiymətində ani enmə nəzərə alınsa, indiki vəziyyət qiymət artımı yox, qiymətin yerinə qayıtması kimi də şərh etmək olar. Ekspert vurğulayıb ki, hazırda bu avtomobillərin qiymətində ciddi artım var. Eyyub Əliyevin sözlərinə görə bu avtomobillərə olan tələb yenidən taksi fəaliyyəti üçün yox, kuryer xidməti və ya özəl şirkətlərin istifadəsi məqsədilə artıb.